borc bilirəm özümə qeyd edeyim ki, Allah bizim xalqımıza böyük nemət verib. Ki, biz Əhl-i Beyti sevirik. Mən xalqımı çox istəyirəm. Həqiqətən də bu millət sevilməyə layiq millətdir. Ona görə ki, mən fikirləşdim ki, bu fəzilətlər ki, bizim xalqımızda var. Adam gedir də biraz başqa ölkələri də gəzir, görürsən ki, bizim xalqın gözəl xüsusiyyətləri var ki, çox az xalqlarda var. Mən onu araşdırdım öz-özümə. Məncə bu Əhl-i Beyt məhəbbətinin nəticəsi. Bizim xalqımız qəribə bir xalqdır. Məzhəbindən asılı olmayaraq hamısı İmam Hüseynin əzadarı. Azərbaycanda tarixən Aşura günü də məzhəb fərqi olmayıb. Aşura günü bütün məzhəblərdən olan müsəlmanlar İmam Hüseyin əzası. Bu yeganə bəlkə dünyada unikal bir dövlətdir, xalqdır. Ki İmam Hüseynin adı gələndə məzhəb yaddan çıxıb. Bunun nümunəsini biz yaratmışıq. İndi xarab eləməsələr. Amma bizim xalqın, millətin hansı məzhəbdən olmasından asılı olmayaraq İmam Hüseyin bizim üçün ortaq dəyər olur. Bir millət ki, 1000 illərdir bir ailəyə gözyaşı tökür, o böyük millət. Bir ailənin qəmini gətirib şəxsi qəm eləyib, Peyğəmbər ailəsinin qəmini, Hüseynin balalarının qəmini gətirib öz şəxsi qəminə, şəxsi matəminə çeviribsə, o böyük millətdir. 40 gün, 60 gün Məhərrəm səfər ayını bu xalq şadlığı özünə haram eləyib Peyğəmbərin ailəsinə görə. Bu böyük millətdir. Bu gör nə qədər fədakar millətdir, egoist millət deyil. Kimi üçünsə fədakarlığı bacaran bir millətdir. Doğrudan da 3 yaşlı uşağa ağlayan millət doğrudan da ağlaya bilirsə, mənasını başa düşərək matəm saxlayırsa, o millət cinayət eləməz. Doğrudan da başa düşərək əzadarlıq edirsən. 3 yaşlı uşağın, 6 aylıq uşağın öldürülməsinə göz yaşı tökən insanın və millətin, cəmiyyətin ürəyində mərhəmət yaranar. Bu böyük dəyərdir. Vallah böyük bir dəyərdir ki, Allah bizim xalqa bunu verib. Məkkəyə gedirsən, Mədinəyə gedirsən, İmam Həsən Mədinədə doğulub. Peyğəmbərin şəhəridir Mədinə. Orada bu günlərdə il ərzində ən çox toy elədikləri günlər Məhərrəmin 1-dən 10-una qədər. Bu onların vətənidir. Onların qəbrinin vəziyyətinə bax. Azərbaycanda bir seyid dünyadan köçür ki, neçənci babası gedir Peyğəmbərə, sıxır cəmaət qəbrini ziyarətgah eləyir, başına dolanır. Vəsaitindən xərcləyir. Bu böyük bir dəyərdir bir millət. Məclisimizə təşrif buyuran İmam Hüseyin aşiqləri, qonaq gəliblər, ölənlərinə ruh haqqında salavat göndərəm. Kümri bi heyvan evlə, evlər ali fi əkələ salavat. Bu yanı söylemedim.
ne yaradır bedenin, bakmışsan vali ve gata, ne yaradır bedenin. Dile gel ey yaralı, bir sedanı üstüne dile. Dile gel ey yaralı, bir sedanı üstüne dile. Beni bu şehre getirdi, Cenab-ı hürmetine. Bağlıyırlar bu incilerin derdiler, kurban olsan üremada, ne yaralı bedenim, ne sararsan üremada, ne yaralı bedenim, bakmışsan bari bekada, ne yaralı bedenim, ne feda canı ve kardeş, ne yaralı bedenim, bakmışsan bari bekada, ne yaralı bedenim, bakmışsan bari bekada, ne yaralı bedenim. Kim golü olursa çifttir, bu biyabana bizi. Kim golü olursa çifttir, bu biyabana bizi. Mindiriptir zülmiler, nabiyi sana bizi. Gezdirip milletine, zülmiler yana bizi. Bakmıyorlar bile baka, ne yaradır bedenin, ne fedadan ile baka, ne yaradır bedenin, bakmışsan ile baka, ne yaradır bedenin, bakmışsan ile baka, ne yaradır bedenin, bakmışsan ne yaradır bedenim, bakmışsan kanı ve kardeş, ne yaradır bedenim. Kesilip boş bedenden, beni bir yadı ve sal. Kesilip boş bedenden, beni bir yadı ve sal. Oluram şamerevan, kollarımı boynuma sal. Ağlıyor kıvırlar, bazımı yadı ve sal. Nelerin bazı ve bazı, ne yaradı bedenin, ne fedadan ve bazı, ne yaradı bedenin. Bakmışsan bana ve kardeş, ne yaradı bedenin, ne fedadan ve kardeş, ne yaradı bedenin. Bakmışsan kanı ve kardeş, ne yaradı bedenin. Bakmışsan kanı ve kardeş, ne yaradı bedenin. Yoktu sana ayırırlar, seni benden getirem. Yoktu sana ayırırlar, seni benden getirem. Hasretinle ne de kardeş, bu zamandan getirem. Ayırıp ekberi gafil, bu zamandan getirem. Salmışsan yadı ve kardeş, ne yaradır bedenin, men fedasani ve kardeş, ne yaradır bedenin. Bakmışsan kanı ve kardeş, ne yaradır bedenin, men fedasani ve kardeş, ne yaradır bedenin. Men fedasani ve kardeş, ne yaradır bedenin. Sohbetini sana kardeş, men olam terkübetten. Sohbetini sana kardeş, men olam terkübetten. Bana hüsnün bedenin, olmayabilir müceffet. İnni kurtuz yazılırlar, yaranılmaz bu beden. Boyanıp bağlı bedada, ne yaralı
Allah kabul eder. Kerbela şehitlerinin ruhu salavat yad ediyor. Ortalarının uğurda giden şehitlerin de ruhu şad Peygamber Ali Peygamber'e salavat. Hamdız Hüseyin Arşiv'i yerleşmişiz burada. Hüseyin'e tercih kurmuşu. Birbirimizin de dünyadan geçenlerin ruhu şad. Peygamber Ali Peygamber'e salavat gönderiyor. İnşallah ki öyle geldi tatlısına vuranlara. Yüzüne vuran tatlısına var. Oğlum Hüseyin yaralı bakır oğlum